İnsanlar soruşur, stresi necə idarə edim? Amma sən bir düşün, stres sözü ilə nə vaxt tanış olmusan? O vaxta qədər stresin nə olduğunu bilirdin? Əgər bilmirdinsə, stresli vəziyyətlərdə nə edirdin? Sadəcə yaşayırdın. İndi isə hər hissə bir ad qoymusan və o hisslə mübarizə aparırsan. Niyə bəzi insanlar stres haqqında heç düşünmür, amma bəziləri onu idarə etməyi öyrənmək istəyir? Çünki məsələ stresdə deyil. Stres bizim həyatımızın ayrılmaz bir hissəsidir və həyatı olduğu kimi qəbul etmək lazımdır. Amma bu asan deyil. Çünki sən həyat boyu sənə mane olan zehni vərdişlər yığmısan. Bu vərdişlər hamıda var. Amma bəzilərində daha dərin kök salıb, bəzilərində daha zəifdir və məhz buna görə mən panik atakla işləyəndə mütləq bu vərdişlərin üzərində də işləyirəm. Çünki onlar təkcə stres yaratmır, hətta panik ataklardan çıxmağa da mane olur. İndi isə stresə qayıdaq. Stresi idarə etməyə bacarmaq üçün əvvəlcə onu tanımadığın halına qayıtmalısan. Yəni, baş verən hər şeylə harmoniyada olmalısan, balans tapmalısan. Həyatda baş verən hadisələrə icazə verməlisən. Anlamalısan ki, onlar sənin seçimin deyil və onlarla mübarizə aparmaq özlüyündə yeni bir stresdir. Səndən asılı olanı et, amma səndən asılı olmayanı qəbul et. Onunla barış, hətta ona bir dərs kimi bax və bax, qəbul etdiyin anda özünü necə hiss edirsən. Mən sadəcə qəbul etməyi demirəm, mən nifrətsiz, mübarizəsiz qəbul etməyi deyirəm.